Erməni silahlı qüvvələrindən azad etmək və Şuşanın cənub-qərb sınağını təminat altına almaq idi. Əməliyyatın rəhbərliyi Azərbaycan Respublikasının o dövrdəki Müdafiə naziri Tacəddin Mehdiyevə tapşırılmışdı. O əməliyyata nəzarət edir və qərarları verirdi. Yəni döyüşlər Şuşanın ətrafında getməli idi və o vaxta qədər də mən çalışırdım ki, 4-cü ordunun bütün silah, sursatı bizə verilsin. Və biz inanın ki, döyüşəndə Müdafiə Nazirliyində cəmi 47 nəfər zabit var idi ştatda. 27 dənə də avtomat var idi. Başqa silah növü yox idi. Nə tank, nə BMP. Əsas hərbi hissə isə polkovnik leytenant Elbrus ordusunun rəhbərlik etdiyi könüllü dəstələrdən və yerli müdafiə taborlarından təşkil olunmuşdu. Əsas döyüş gücü Şuşa özünü müdafiə batalyonu və Şıxov taboru adlanan döyüşçü dəstələrindən ibarət idi. Əməliyyatda təxminən 200-dən çox əsgər və könüllü döyüşçü iştirak edirdi. Onların içində o dövrdə Qarabağda döyüş təcrübəsi az olan gənclər, əvvəllər Sovet ordusunda xidmət etmiş zabitlər də var idi. Əməliyyatın əsas planları aşağıdakılar idi. Birinci hücum qrupu Şuşanın yaxınlığındakı Nəbilər kəndi istiqamətində hərəkət edərək və oradan da daşaltı sıxınağı aparan əsas yola nəzarət götürməli idi. İkinci qrup isə daşaltının içərisinə doğru irəliləyərək daşaltı Şuşa kənd yolunu kəsməli idi. Bu erməni qüvvələrinin təchizat və ehtiyat qüvvə gətirməsinin qarşısını almaq üçün nəzərdə tutulmuşdu. Üçüncü qrup isə ehtiyatda saxlanılmalı digər qruplardan birinə dəstək məqsədi ilə yönləndirilməli idi. Əməliyyatda əsas güvən yerli bələdçilərə və yerli əhalinin dəstəyinə idi. Lakin təəssüf ki, sonradan məlum oldu ki, bəzi bələdçilər erməni tərəfə də işləyirmiş. Onlar əməliyyatın istiqamətləri barədə məlumatlar ötürüblərmiş. Əməliyyatın planı masada mükəmməl görünürdü. Amma bu planın icrası zamanı həm hava şəraiti, həm rabitə çatışmamazlığı, həm də koordinasiya boşluqları ciddi nəticələrə səbəb oldu. Əməliyyat 1992-ci ilin yanvarın 25-dən 26-sına keçən gecə saatlarında başladı. Azərbaycan qüvvələri müxtəlif istiqamətlərdən daşaltıya doğru hərəkət etməyə başladı. Havanın olduqca soyuq və sərt olması, dərin qar, sıfırın altında şaxta və külək əsgərlərin hərəkətini ciddi şəkildə çətinləşdirirdi. Əslində bu cür hava şəraitində hücum əməliyyatı